Şef, nə hazırlayırsınız? Bugünkü sosumuz gərək üzərində olan qovuzlu limonlu sosumuzu, çənə yağımızı orta temperaturda əl edirik və onu yanmağa qoymamalıyıq. Vampoda əl edirik və badam və qozumuzla fərqini xırda doğrayırıq və əlavə edirik. Biz əlavə edədiyimiz zaman onu gözləyirik ki, o səsini, kələ yağını, qozun dadını, aromatını götürsün. Və götürdükdən sonra biraz gözləyirik, düşməyin. Və temperatura nəzarət edirik, alırıq ki, həm yağımız yanmasın, həm sosumuz gözəl olsun. Nə istifadə edəcəksiniz bəs? Bəli, bundan sonra əlavə istifadə edəcəyik, təbii limon suyu ilə istifadə edəcəyik. Niyə görə? Bu balıqların yanında gələn bir sos, ürək bulantı verməsinə və doğranmış cəfərimizdən istifadə edəcəyik. Doğranmış cəfərimiz ona aromat verəcək və dad verəcək. Və cəfəri yağın içərisində yanmamalıdır. Bunu qeyd edirik. Orta temperaturda, aşağı temperaturda hazırlayırıq və yanmamağı üçün onu tez-tez qatışdırırıq. Bizə lazım olan, orada olan cəfərini, öz dadını və aromatını orada buraxmalıdır. Və qozumuz qovruldu, öz dadını buraxandan sonra limon suyumuzu əlavə edirik. Limon suyumuzu əlavə edirik, qatışdırırıq. Barlanma istərsəməz olur. Və bu gözləyirik ki, bizim limon suyumuz oradan tərkibində olan suyu buxarlanır və dadı aromatı içərisində qalır və sonra isə cəfərimizi əlavə edirik. Hazırlayır da buradan da qoxusu çox gözəl görsənir. Və cəfərimizi az miqdarda əlavə elədik və bu şəkildə tez-tez qatışdırırıq. Temperatura nəzarət edirik. Yenə qeyd edirəm, cəfəri yanmamalıdır, aromatı və tezliyi buraxmalıdır. Hazırlanır, biraz buxarlanmaq lazımdır. Və baxırıq, əgər tuş məzəlliyi xoşunuza gəlmirsə, dadı xoşunuza gəlmirsə, limon suyu az artırmaq olar. Amma limon suyu artırdığımız zaman kərə yağını da artırıb istər-istəməz ki, qatılaşma olsun. Az qatı bir şəkildə olmalıdır sosumuz. Qoxusuna baxıb durub, hazırdır. Sosumuz gözəl bir şəkildə bu şəkildə hazırlanır, az qatılır. Bunu qozla, badamla da əvvəz eləmək olar. Biz hal-hazırda bugün qozda elədik. Başqa bir sosla eləmək olar. İş olsun sizə də.